Hamınıza salam dostlar, mən Trakos. Bugün sizlərlə birlikdə Clash Royale oynayırıq. Bir çox sandıq birikdirmişəm. 2 dənə efsanevi sandıq, bir dənə də sandıq var idi. İnşallah bugün 12-ci arenaya keçməyi istəyirəm. Burada da bir çox qutularımız var. Bunları da açacağıq bu bölümdə. Sonra ücretsiz hədiyələrimiz var. Destansı alacağıq. Burada digər qutularımız var. Bunları da bugün bu videoda açacağıq inşallah. Belə videoların daha çox gəlməyini istəyirsinizsə kanala abunə olub like atmağı unutmayın. Kommentlərdə də fikrinizi bildirə bilərsiniz. Elə isə başlayaq, sandıqlarımızı açaq. Birinci efsanevi sandıqdan başlamaq istəyirəm. Ya da yox, biraz həyəcanlı olsun. Mən axıra saxlayaq efsanevi sandıqlar. Birinci başlayaq bu kutulardan açaq. Bunlar biraz çerezli, amma destansı gəldi. 22 dənə joker kartı qəşəng. İkinci olaraq burada bir dənə kutu var, bunu da açaq. 2 oldu. Çox da pis deyil, yəni normaldır. 1650 altın. Bir dənə dev sandığımız var. Bunu axıra saxlayaq. Bu qutunu da açaq. Bunun da destansı gəldi qəşəng. 5400 altın. Yəni yaxşıdır. Buradan da 2 ulduzumuzu açaq. Qəşəng. Bura destansı oldu. 200 kartı bu. Bundan da açaq. Bu ender oldu. Bundan çıxır iskelet ejderhalar. Qəşəng sona dev sandıq qaldı. Bunu da açaq. Altın, joker kart, sıradan ender. Neyse, ən axırıncı destansı deyəcəkdim. Ender belə çıxmadı yəni. Neyse, olar elə. Keçək. Günlük ödüllərimizi alaq, ən axırda açarıq. Efsanevi sandıqları. Buradan əvvəl bunu alaq. Kulə görünümün. Sonra şey buradan joker kart var. Bunu efsanevini açandan sonra alaraq şeyin deyər yoxdur. Bunları açaq 5 dənəni. Birinci sıradan oldu. 550 altın. İkinci buna sıradan oldu. 21 bombazı. Üçüncü eşeği bu destansı oldu. 55 goblin kulesi. Dördüncü yine sıradan 21 milyon sürüsü. 5-ci destansı və 5400 altın. Bunlar əsasən o qədər də yəni təsir eləmir komandaya. Bizi 4 dənə destansı, inşallah balon çıxır. Yavru ejderha, istifadə edəmədiyim şeylər çıxmasından var. Neyse, başqa buradan alması heç nə yoxdur. 250 elmas yəqin verməlidir. O qədər də yox. Desək, kader anına. Efsanevi sandıqların açılımına. Ya Allah, bismillah deyə və başlayaq birinci sandıqdan. Davay. Tomruk nə deyib? Keçən də videoda demişdim ki, çıxmasın. Belə bəxti var, neysə. Heç yoxdan yaxşıdır altın və inşallah nə qaşıq elə çıxır. İnşallah, nə olar normal bir şey çıxsın. Tomruk adamlardan çıxmasın. Qəşəng, mükəmməl. Cəhənnəm ejderhası, yəni onda. Həqiqətən çox yaxşı. Keçək onda bunları yüksəldək. Baxın görüm orada var. Cəhənnəm ejderhası. Buna da joker kartı basaq. Alacaq kadroya. Yüksəldək. Qəşəng. Çox xoş deyirəm. Mən əvvəlki hesabımda da vardı bu. Bəxti çıxmışdı. Kimin yerinə qoyaq görün. Madəncə falan. Yerinə qoya biləcəyim adam da yoxdur. Komanda çox yaxşı və çox işləvlidir. Birinci tomruq alaq. Qoyaq bunun yerinə. Tomruq görəsən yüksəldək. Taç bilisi asar falan. Yüksəldək də bizdən gedənmədi. O da gözlə. O bizdən nə qədər istəyir. Loftaç 4 dənə. Onda elə tomruqa basırıq. Yəni joker kart qəşəng. Bunu da yüksəldək. Tomruqdan qalb nə olacaq? Başqa. Bunu prosta bilmirəm kimin yerinə qoyum. Balon olmaz. Kraliyet dev olmaz. Cadı olmaz. Büyücü olmaz. Madenci olmaz. Şövalye olmaz. İskeletlər olmaz. Tomruq olmaz. Çox belə arada qaldım da. En zor kararları en güçlü iradeler verir.
hansı? Tomruk varsa, tomruk onsuz yəni qabağa qoyanda kuleyə hasar verirdi. Məncə bir də madenci gerək yoxdur. Nasıl 2 dənə tankım var da balonla. Kraliyyətdir bu. Məncə madencini çıxardım. Bəli. Axır ki, kadar anı gəldi. Neyse. Desək onda bu kadro ilə bir oyun oynayaq. Baxaq ki, başımıza necə bunu yüksəldək də dayı. Xala xətrin qalmasın. Başqa da heç nə yoxdur alınası. Keçək VS-imizə. İnşallah 12 aranaya keçə bilərik. Görək qabağımıza kim çıxır? Almog. 3830 deyək. Kadronu dəyişdirməyə biraz sədini çəkə bilərəm. Çünki hələ öyrəşməliyəm mənəm bu kadro. Amma yaxşı olacaq inşallah. Ay, təsif. Tomruk. İlk istifadəm tomruku. Qəşəng. O nəsə var. İstifadə eləmək olar yəni. Çox sinsi deyək. Büyücünü oraya özü şey edir ki, ora vursun. Sonradan nə bilim elə. Mən də elə eləyəcəm. Əvvəl qoyacam ona hasar versin, sonra iskeletləri salacam. Orada eyb yoxdur, onu öldürər. Vur, qəşəng. Başqa da... Bura bir dənə balon göndərək, oranı alsın. En azından garantiliyək. Yəqin yuxarı vururdu, elə yadımda qalmışdı mən. Yəni uzağa qoyduğum haqqında heç bir fikrim yoxdur. Ayda, çox pis oldu buradan bunu qoymağa. Biraz tez də olsa. Cəld. Siyar aldı oranı deyəsin. Ox da vurza alır. Amma vurdurmayacaq inşallah. O da cadı göndərdi. Büyücü qoyaq. Adətdəndir. Vur. Sən, yəni, bu necə məntiqdir də. Büyücü ilə cadıya götürüb, yəni, skelet atmaq da nəm. Çox qəribə bir məntiqdir. Taktikam budur. Buradan ya da yox göndərmək. Yaxşı vaxt qoydu. Buradan bir dənə balon falan göndərəcəm ki. Oranı alsın. Bir də sonra uğraşmayaq da. Əsas yəni sağdayı kulağını qoruyaq. Oyunu alaq. Məqsəd budur. Yəni çox da 3 kule üçün uğraşmaq istəmirəm. Aslında çox pis oldu. Heç nəyim yoxdur. Tomruk ataq. Qəşəng idarə elədik oranı. Buradan bir dənə balon ataq. Hazır başı qarışmış. Şən deyəcəydim ki. Çox pis oldu. Davay, qoymayın. Eşək. Canavar. Ayda, ikinciyi vura bilərdik əslində. Oranı aldı. Eşək, oyun bizdə. Sürü, qaçışı yoxdur. Ya da balon qoyaq. Mırta. Tomruk. Всё. İyi oyundu. Bu video hələlik bu qədər olsun. Çox da uzatmaq istəmirəm. Gələn videolarda inşallah daha çox oynayarım. İndi 2 ulduz gəldi. Sıradandan destansı çıxır. Bu 2 ulduz elə 2 ulduz olaraq qalır. Buradan görən gəldi. Şey pis deyil. Onun taş bir də sıradan. Bax bu da 2 ulduz olur o da. Neyse. Keçək koleksiyona. Nasıldı burada? Heç nə. Neyse, videoluk məndən bu qədər. Bir də kanala abunə olub, like atmağı unutmayın. İnşallah daha çox belə videolar gələcək. Free Fire falan da oynayacağım. Bunun üçün öz rəylərinizi, kommentlərinizi bildirə bilərsiniz mənə. Mən də sevinərəm. Sağ olun, salamat qalın. Gələn görüşlərə.